Marniolidə tikinti işləri zamanı baş verən bədbəxt hadisə ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin məlumatına görə təhlükəsizlik qaydalarının pozulması ittihamı ilə 1965-ci il təvəllüdlü şəxs saxlanılıb. Yol çəkilişi zamanı ağır texnikadan düşən dəmir boru bir nəfərin üzərinə düşüb və o hadisə yerində həyatını itirib. Faktla bağlı istintaq aparılır. Tbilisidə qanunsuz silah və döyüş sursatı ilə bağlı 2 nəfər saxlanılıb. Polis onların üzərindən və avtomobillərindən müxtəlif növ silah və sursat götürüb. Faktla bağlı istintaq aparılır. Saxlananları 7 ilədək həbs cəzası gözləyir. Daxili İşlər Nazirliyi narkotik cinayətləri ilə bağlı 9 nəfərin saxlandığını açıqlayıbdır. Əməliyyatlar zamanı külli miqdarda narkotik vasitələr aşkarlanıb. Faktla bağlı istintaq davam edir. Cinayət həbs cəzasını nəzərdə tutur. Son günlər Gürcüstandan 63 xarici ölkə vətəndaşı deportasiya olunubdur. Bu il ölkədən çıxarılanların ümumi sayı 1300 nəfəri ötüb. Deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi qadağan edilib. Batum istiqamətində 2 xarici ölkə vətəndaşı dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərərkən saxlanılıb. Onlar Gürcüstandan Türkiyə istiqamətinə qeyri-qanuni keçmək istəyiblər. Faktla bağlı istintaq aparılır. Milli Meşə Agentliyinin məlumatına görə 2025-ci ildə 877 meşə hüquq pozması aşkarlanıb. Hallardan əksəriyyəti ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlıdır. Qurum dövlət nəzarətinin gücləndirildiyini bildirir. Şidə Kartel bölgəsində Kür çayından 40 qanunsuz balıq tələsi çıxarılıb. Tələlərdə olan təxminən 150 kiloqram canlı balıq yenidən suya buraxılıbdır. Qurumlar brakonyerliyə qarşı mübarizəni davam etdirir.